iştirak edən bugünkü yarışmada. Engeci futbol klubundan Elbrus Məmmədov, Moyuk futbol klubundan Ceyhun Mehrivari, Göyəzən futbol klubundan Nazim Müzəffərov, Ağsu futbol klubundan Rəşad Kərimov və Qala futbol klubundan Təfəqqün Fərdi müddətinin bugünkü yarışmada iştirak edir. Monitorlarda da izləyə bilərsiniz. Görsənildiyi kimi 2 sentyabr 8-də olacaq. Klublardan xahiş edirik ki, avqust ayı 31-nə kimi sifariş verəklərini təqdim edəsindən və müqavilə məsələləri futbolçularla yekunlaşdırsınlar. Sifariş verəkəsində 30 futbolçu olar bilər. 30 futbolçular artıq sifariş verəkəsində futbolçunun adını qeyd edə bilərsiniz. Birinci diviziyonda legioner limiti ötən mövsümü kimdir? 7+4-dür. Yeganə Premyer Liqadan 1.92-ci il təvəllüdlü futbolcu oynamalıdır. Yəni 4-7 futbolcudan 1.92-ci il təvəllüdlü olmalıdır. Bu birinci divizyon şamil olunur, orada 7+4 olacaq. Amma kubok oynadığımız halda ən azı kubok yarışlarında 1.92-ci il təvəllüdlü futbolcumuz olmalıdır. Kubok yarışlarında sıxışacağımız qalır. Yəni Premyer Liqa yüksəlməkdə bir dəyişiklik yoxdur. Ötən mövsüm olduğu kimi birinci yer tutmuş komanda birbaşa Premyer Liqaya yüksələcək. Və ikinci yerin sahibi Premyer Liqanın 11-ci yerindən playoff oynayacaq və ötən mövsüm bildiği klublar lisenziyalarla bağlı müəyyən problemlər oldu. Ona görə bu il çox xahiş edirik həmin məsələlərə diqqətli olasınız. Uzatmadan tükətməyə keçə bilərik. Ardıcılıq bayaq sağladığım kimi olacaq. Sözdə qayaraq Türkçə futbol klubunun nümayəndəsi Asım Mahmud olacaq. Bir numara. Zaten bu. On gün ömrü. Şarttan futbol olsunlar, devam edecek. On bir. Bakılı, Ahmet Bakılı. Altı numara. Memang main burung, bakal masih. Yedi numara. Şenkir bu. Üç. Evet, bu. Tamam, nasıl oldu? Şu an bu okulun nümayəndəsi 9 anlarına karşılıyor. 13 şura. Geç Türkkan. Beş. Muito bom.
9. Göysən futbol. İki. Ağ futbol klubu. Dört. Ağ. Ben hayat bana bu futbolu önce şartlar çekmiyoruz. Gerekli kuşatmamız görüşmelaştı. İlk turda Qarabağ Hüquqdan komandasına 13 komanda olduğuna göre yoxluq gözləyəcək bu turda. Gözləyən Şuşayla qarşılaşacaq Şəmkir Nersava, Ağsuşaqdan Yeniget Tərəqqi, Bakıda Nurluq və Lokomotiv gözləyəcək. Növbəti jurnalistlərə hansı bir sualınız varsa ünvanlaya bilərsiniz. Yoxsa işini yapmaq sahasını keçə bilərsiniz.